kimi. Bir ömrün melodiyası. Roman kimi layihəsində musiqi sənətinin dan ulduzu Gülarə Əliyeva və ömürgün yoldaşı Adil Adilovun həyat hekayətini təqdim edirik. Hər insan dünyaya gələndə göy üzündə bir ulduz doğulur. Bəxt ulduzu. Həmin ulduz insanın ömür yolunu işıqlandırır. Gülarə Əziz qızı Əliyeva parlaq ulduz altında dünyaya gəlmişdi. 17 noyabr 1933-cü ildə Bakıda maarifə, mədəniyyətə, elmə xidmət edən bir ailədə doğulmuşdu. Atası görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru Əziz Əliyev, anası isə ailənin mənəvi sütunu idi. Söhbəti, zəkası, işığı bol olan bu ocaqda musiqiyə sevgi vardı. Gülarə artıq uşaq yaşlarından öz tale yolunu hiss edir və hiss etdirirdi. Evdə tez-tez piano arxasına keçib, səsləri özünə məxsus duyumla bir-birinə calayırdı. Gülarə, bu melodiyanı kimdən öyrənmisən? Heç kimdən. Belə hiss elədim. Düzdür. Belə incə duyumlu musiqi insanın daxilindən gəlməlidir. Səninlə qürur duyuram, qızım. Ailədə hamı həkim idi. Atası, bacısı Zərifə, qardaşı Tamirlan. Sonradan evin son beşiyi Cəmil də bu ailə ənənəsini davam etdirdi. Ancaq Gülarə musiqiyə yönəldi. Onun missiyası musiqi idi. Ailədə hamı bunu anlamış və qəbul etmişdi. Bülbül adına orta ixtisas musiqi məktəbində, sonra isə konservatoriyada fortepiano və musiqi nəzəriyyəsi üzrə paralel təhsil alması da təsadüfi deyildi. O, musiqini yalnız ifa edən deyil, həm də yaradan, düşünən, onu yeni biçimdə duyan sənətkar idi. Sən coşqun dənizsən, yoxsa bir ağadan. Sən şirin nəğməsən, yoxsa bir səda. Odur ki, sirlərlə dolu dünyada. Tək sənin sirrini bilən olmuşam. Sənin gülüşünə gülən olmuşam. Fikrət Əmirovun yaradıcılıq mövzusunda namizədlik dissertasiyası müdafiə edən Gülarə Əliyeva 1969-cu ildən elmi pedaqoji fəaliyyətə başlayır. Əvvəlcə Astili Radio, sonra isə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində və Əhsən Dadaşovun ansamblında konsertmeyster kimi çalışır. Çox saylı əsərlər bəstələyir. Amma musiqidə daha çox yenilik etməyi arzulayırdı. Gülarə Əliyevanın ən böyük yaradıcılıq zirvəsi olan 1968-ci ildə ərsəyə gələn Dan ulduzu bu arzudan doğdu. Klassik və milli alətlərin sintezindən ibarət ansambl o dövr üçün bir inqilab sayılırdı. Belə bir sintez heç vaxt olmamışdı. Necə qarşılanacaqdı? Həmişə musiqidə yeni eksperimentlər eləmək istəmişəm. Bu cəsarət tələb eləyir. Mən cəsarətliyəm. Çünki eksperimentimin uğurlu olacağına ürəkdən inanıram. Ansambl artıq məşqlərə başlamışdı. Amma hələ ad seçilməmişdi. Azərbaycan televiziyasında bu haqda müzakirələr gedəndə şair Nəbi Xəzri təklif elədi. Mən Dan ulduzu adını təklif eləyirəm. Dan ulduzu gecənin sonuna, yeni günün başlanğıcına işarədir. İnsanların qəlbində oyanan ilk işıq, ilk sevinç. Yaxşı fikirdir Nəbi müəllim. Dan ulduzu heç zaman səmanı tərk eləmir. Sadəcə hər zaman öz doğuş anını gözləyir. Biz də səhnəyə çıxanda tamaşaçılar üçün həmin o ilk işıq olaq.
Belə də oldu. Ansambl musiqi aləmində dan ulduzu kimi doğdu. Bu yalnız musiqi değildi. Sevgi və gözəlliyin harmoniyasından doğan işıq idi. İlk işıq. Semadan kopup düşen bir yalan yıldızım ben. Tekrar gökyüzüne ben hayat yıldızım ben. Dan ulduzu bütöv bir sənət təfəkkürünü dəyişdi. Yeni sənət şövqü getirdi. Gülara Əliyeva ansambla daha çox konservatoriyanın tələbələrini, istedadlı, həvəsli gəncləri seçirdi. Leyla Şərifova və Yalçın Rızazadə ilk solistlər olur. Sensiz güller açılmaz, çaylar, sular durulmaz. Sonradan bu ansamblla kimlər çıxış etmir ki? Şövkət Ələkbərova, Elmira Rəhimova, Flora Kərimova, Akif İslamzadə, Hüseynağa Hadiyev. Ansamblın üzvləri qarşısında isə bir tələb qoyulmuşdu. Yalnız peşəkar bəstəkarların mahnıları səslənməlidir. Sirlilerle doludur geceler bulak başı, onun zümzümesidir gecelerin sirdaşı, gecelerin sirdaşı. Gülara Əliyeva özünü musiqidə tapmışdı. Dan ulduzu isə ilk övladı idi. Ondan xəbərsiz onun sənətinə pərəstiş edən kulturolog Adil Adilov Gülara Əliyevanın özünə məxsus dünyasında olmaq, sevincini və qayğılarını bölüşmək istəyirdi. Onlar İncəsənət İnstitutunda çalışdıqları zaman həmkar kimi tanış olmuşdular. Mən sizin sənətinizin vurğunuyam. Siz dan ulduzuyla yeni musiqi janrı yaratdınız. Bu ifalar o qədər zərif və gözəldir ki, insan dinləyəndə özünü unudur. Dan ulduzu mənim işığımdır. Şadam ki, bu işıqdan hamıya pay düşüb. Biz musiqi işığını hiss elətdirmək istədik və deyəsən bunu eləyə bildik. Talih Gülara xanımın yoluna onu anlayan, dinləyən, hiss edən bir insan çıxarmışdı. Zamanla bu tanışlıq səmimi münasibətə, ardınca məhəbbətə çevrilir. 1969-cu ildə ailə qurmaq qərarına gəlirlər. Hər ikisi yetkin yaşda idi. Gülarə 38, Adil Adilov 43 yaşında. Münasibətləri möhkəm təməl üzərində quruldu. Ben daş olum sen bular bir yerde olak, günün bir yerde olak. Hüsam mermesi çalar bir yerde olak, bala bir yerde olak. Ben oğlum sen otak, bir alışıp bir yanar. Ben kuş oğlum sen budak, gel gel göllere ucalak. Gel gel göllere ucalak, ucalak deniz. Bir-birinin yolunu, missiyasını, ruhunu anlayan iki insanın ittifaqı uğurlu oldu. 1971-ci ildə onların ilk övladı, qızları Ayəndə dünyaya gəldi. Sonra isə ikinci qızları Nuridə. Onların evi sakit, mehriban, isti bir məkan idi. Gülarənin sənəti böyük məsuliyyət tələb edirdi. Bununla belə ailəni heç vaxt ikinci plana keçirmirdi. Ansambl məşqləri evdə olurdu. Musiqi evin havası ilə qaynayıb qarışırdı. Adil isə həmişə anlayışla, sevgi ilə yanında idi. Gülara xanım piano arxasına keçəndə qürurla onu dinləyirdi. Gülara Əliyeva ailəsinə, övladlarına çox bağlı idi. Ev işlərində köməkçisi olsa da, mətbəxi heç kimə etibar etmirdi. Yeməklərin hamısını özü bişirirdi. Yeni reseptlər kəşf edir, ailəni yeni təamlarla sevindirirdi. Adil, qızlarımıza baxıram, necə də böyüyüblər. Halbuki dünən körpə idilər.
Hə, vaxt elə tez keçir ki. Adil, səncə biz yaxşı valideynik? Yaxşı yox, çox yaxşı. Qızlara bax, necə ağıllı, tərbiyəli böyüyürlər. Sən onları elə sevgi ilə böyütdün ki, sən yaxşı anasan Gülarə. Ana olmaq çox çətindir. Bəzən səbəbsiz narahat oluram. Başlarına nəsə bir iş gələcəyindən qorxuram. Onlar məktəbdə də olanda gözüm yollardan yığılmır. Bilirsən, qorxu da sevgidən doğur. Onlar sağlam və xoşbəxt böyüyür. Əbəs yerə narahat olursan. Gül bahçada bağda her gün tutup alır sevinçten güle güle o baş bu başa kaçan teze bir don giyende ferehten pervazlanır kuş kimi kanada çan kızlar Gülarə xanım iki qızı ilə digər övladı Dan Ulduzu ansamblını da böyüdür, qayğısını çəkir. Dan Ulduzunun parlaqlığı ildən ilə artır. 20 il ərzində ansambl yüksəliş yaşayır. Amma 1980-ci illərin sonunda birdən-birə Dan Ulduzunun başı üstünü qara buludlar alır. İctimai-siyasi vəziyyət Gülarə xanımın yaradıcılığına təsir göstərir. Sənət üçün yaşayıb yaradan sənətkara təzyiqlər başlayır. Qərəzli münasibətlər Dan Ulduzu ansamblının bəzi qiymətli lent yazılarının silinməsinə səbəb olur. Bir dəfə arxivə üz tutan sənətkar lent yazılarının silindiyini öyrənir. Bu ona böyük zərbə olur. Arxivə getmişdim bugün. Necə keçdi? Adil, lentlər yoxdur. Siliblər. Dan Ulduzunun o ən dəyərli ifaları. Sən o ifalara ürəyini qoymuşdun. Bu yalnız sənə deyil, sənətə olan amansızlıqdır. Axı niyə silirlər? Niyə sənətə düşmən olurlar? Bilirsən, elə bil ki, öz tariximi itirmişəm. Mən bir də o sənət işığını qaytara biləcəmmi? Sən güclü insansan Gülarə. Heç bir mübarizəyə təslim olmayan, yenə ayağa qalxan güclü insan. Sən təslim olmayacaqsan. Sən Dan Ulduzusan Gülarə. Nə qədər qaranlıq olsa da, sənin sənət işığın var olacaq. Dan Ulduzu. Heç vaxt sönməyən işıq. Bu hadisədən az sonra bu ailəyə üz verən faciə sənət dünyasını kədərə boğdu. 1991-ci il iyulun 27-si. Adi yay günü idi. Evin son beşiyi Nuridə konservatoriyaya imtahan verməyə getmişdi. Axşam isə Adil Adilov müalicə almaq üçün Moskvaya yola düşməli idi. Evdə qəribə bir çaxnaşma, gərginlik vardı. Bir yandan yemək hazırlanır, bir yandan yol çamadanı yığılır, bir tərəfdə qızlar imtahanın necə keçməsindən danışırdılar. Ansamblın violonçel ifaçısı Minirə Yusifli də onlarda idi. Ansambla aid işlərlə məşğul idi. Axşam saat 6-da ailənin böyük qızı Ayəndə atasını yola salmaq üçün onunla birlikdə aşağı düşdü. Gülarə xanım, Nuridə və Minirə isə Adil müəllimin ardınca su atmaq üçün eyvana çıxdılar. Adil müəllim və Ayəndə hələ aşağı çatmamış yuxarıdan səs-küy qopdu. Faciə baş vermişdi. Evin eyvanı uçmuş, Gülarə xanım, Nuridə və Minarə xanım həlak olmuşdular. Adil müəllim bir anın içində qocaldı. Dünyaya küstü. Müalicədən imtina elədi. Xəstəliyə təslim oldu. Yalnız depresiyada olan Ayəndəyə həyan olmaq, ovutmaq üçün yaşadı. Hasretin araya saldı dağlara sönen
aşık oldum, batan səs oldum. 2 il sonra, qızını gəlin köçürtdükdən bir neçə ay sonra dünyasını dəyişdi. Bir ailənin melodiyası beləcə həzin sonluqla bitdi. Amma dan ulduzu hələ də parlayır və işığını böyük sənətin heyranlarından əsirgəmir. Bir ömrün melodiyası. Roman kimi layihəsində musiqi sənətinin dan ulduzu Gülarə Əliyeva və ömürgün yoldaşı Adil Adilovun həyat hekayətini təqdim etdik. Ssenari müəllifi Günel Natiq, rejissor Ülviya Zamanlı idi. Müəllif mətnini Səməd Yusifcanlı oxudu. Rolları səsləndirdilər Şövqü Hüseynov, Xuraman Həsənova və Əli Məhəmmədoğlu.